Uzun fasilədən sonra yeni bir reseptlə kanalıma xoş gəldim. Sizlər də xoş gəldiniz. Gördüyünüz kimi tomat şorbası edirəm. Mən əvvəllər elə bilirdim ki, tomat şorbasını tomatla edirlər. Sonra araşdırdım. Gördüm yox. Buna mütləq 3 ədəd də olsa pomidor mütləq lazımdır. Daha doğrusu sveç pomidor mütləq lazımdır. Ona görə də mən də tənbəllik etmədim. Havada çox soyuq idi. Başladım pomidor şorbasını etməyə. Bir qaşıq kərə yağı, azca da olsa duru yağ əlavə etdim tavaya. Daha doğrusu qazanda eləsəz daha yaxşı olar, amma tavada etdim, sonra əlavə etdim qazana. Daha sonra 2 xörək qaşığı un əlavə edirəm. Ətri və rəngi dəyişənə qədər onu yaxşıca qovururam. Daha doğrusu çox səbirsizlənirdim və proses məni çox yorurdu. Sonra isə ardından yerini dəyişdim. Əlavə etdim qazana və qazanda etməyə başladım. Orada isə gördüyünüz kimi bir qaşıq tomat əlavə etdim. Daha sonra ardından isə 1 litr qaynar su əlavə edirəm. Qaynar sunu da əlavə etdikdən sonra gözləyirəm yaxşıca qaynasın. Bir 15-20 dəqiqə qaynayır. Gördüyünüz, bildiyiniz kimi mən belə mükəmməl bir aşpaz deyiləm. Belə dadlı, belə vadəcə yeməklər bişirə bilmirəm, amma çox həvəskaram. Ona görə də bu kanalımı açmaq qərarına gəlmişdim və artıq 1 ildir ki, bu kanalım mövcuddur. Belə, isə keçək reseptin davamına. Burada isə 200 millinin yarısı qədər, yəni 100 milli süd əlavə etdim. Yenəcə yaxşıca bir 10 dəqiqə pişməyə qoydum. Pişdikdən sonra isə duzunu, istiotunu, paprikasını əlavə etdim. Əslində uşaqlar belə yeməkləri çox vaxt sevmirlər, amma mənim uşaqlarım çox sevmişdilər və bəyənərək dadmışdılar. Hətta belə məni tərifə tutmuşdular. Sonra isə biraz da bulant pendir əlavə etdim. O da onun yumşaqlığı üçündür. Burada çox duru görsən, amma sonra biraz qatılaşdı. Sarı pendiri və un onu qatılaşdırır və daha da dadlı olmasına kömək edir və çox dadlı idi. Aprel ayı bu aralar o qədər soyuq keçdi ki və bu tam da aprel ayının soyuq yeməyin demək ki, can dərmanı idi. Ona görə də bəhbəhlə yemişdim. Siz də həvəskarsınızsa, ürəyinizdən keçirsə mütləq pişirin və ən əsas qayğınızda qalın, özünüzü sevin. İzlədiyiniz üçün dərin sizə təşəkkürümü bildirirəm.